Hər vaxtınız xeyirli olsun dəyərli dostlar, xoş gördük sizləri. Xırdalan şəhərindən salamlayıram sizi. Kubsalı həyətinə maşın girən 3 otaqlı həyət evimiz satışa çıxarılıb. Xırdalan şəhərində Heydər Əliyev prospektinin tam yaxınlığında, 200-250 metr yaxınlığında belə bir həyəti olan, həyətinə rahatlıqla bir maşın girir. Kürsülü evdir. Evin təmir işləri yekunlaşıb, demək olar ki, hazırda burada bəzi tört-töküntülü var, hamısı yığışdırılacaq, tam təhvil veriləcək. Burada mətbəx hissəsidir. Evlərin pəncərəsinin qarşısı açıqdır. Qoşa daşla tikilmiş şəxsi evdir. Bura uşaqlar üçün yataq otaqdır. O belə bir təmir olunub. Burada böyüklər üçün yataq otağıdır. 3 otaqlıdır. Xırdalan şəhərində Heydər Əliyev prospektindən hardasa 200 metr məsafədə yerləşir, yəni aralı yerləşir. Rahatlıqla, yolun asfaltı rahatlıqla prospektdə çıxıb marşrutlar, prospektdə rahatlıqla istifadə edə biləsin marşrutlardan. Burada bir zal hissəsidir, bax, bu onun zal hissəsidir. Təmir yekunlaşıb. Burada onun zaldan arxa tərəfdə belə bir yeri var, bu cür. Xudmanı həyət yeri. Burada aşağıda padval hissəsində hələlik daşdan qoyublar. Deməli 1, 2, 3, 4, 5, 6 daş kürsü. Ümumiyyətlə evimiz 6 daş kürsüdədir. Sadəcə olaraq həyətdə 2 daş doldurulub qalxıb qabaq hissədə. Yəni hündürdən. Nəmişli olmayan bir ərazidə yerləşir. Xırdalan şəhərində Kubsalı 3 otaqlı maşın girən həyətinə 78.000 manata. Bu ev barədə kimin nə sualı varsa bizdən əlaqə saxlasın, bizə zəng etsin. Kanalımıza abunə olun, videonu bəyənin. Məndən bu qədər. Hələlik sağ olun.